Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar. İndi mən demək hardasa bugün bütün günü sosial şəbəkələrdə baxdım. Təbbin əməkdaşı Rəşad Çobanlının təhsilinin olmamağı ilə bağlı, ondan sonra onun diplomunun saxtalığı ilə bağlı, ondan sonra onun aldığı təhsil işlədiyi ixtisasa uyğun olmadığına bağlı və xeyli müxtəlif iddialar mən görürəm sosial şəbəkələrdə paylaşıblar. Mən buradan o adamların bir nəzərinə bir şeyi çatdırmaq istəyirəm, o paylaşım eləyənlərin. Mən bunu dəfələrlə demişəm, indi yenə də təkrar eləyirəm ki, yəni bu, mən vallah bilmirəm, bu jurnalistika elmi ilə məşğul olan, jurnalistika mən başa düşdüyüm qədər bir elmdir. Amma çox təəssüflər olsun ki, bu günləri görürük ki, heç düzgün olan, o elmlə də məşğul olan yoxdur, nə o elmin arxasıcan da düzgün düşən adamlar yoxdur. İndi mən buradan danışıram, həmişə sözlərin həqiqətlərini deyirəm. Durub orada müxtəlif şeylər yazırlar bizim o videoların altından, pul aldı danışır, nə bilim mən, konverti almısan sən, ona görə danışırsan. Belə axmaq, tərbiyəsiz adamlar özlərinə xas fikirlər səsləndirirlər buradan. Amma biz onlara məhəl qoymayacaq, biz öz fikrimizi hər zaman qərəzçilik olmadan, tərəf tutmadan deyəcəyik. Əziz dostlar, biz məlumatları aldıq, öyrəndik, bir insan haqları müdafiə təşkilatı olaraq, Qopuz media olaraq biz bunu öyrəndik ki, həmin bu Rəşad Çobanlı çox savadlı bir yoldaşdır. Yəni bunu biz elə adamlardan öyrəndik ki, bunun bizə bu təbibə də aidiyyəti olan bir adam deyil. Yəni o adam haqqında müsbət fikirlər dedilər. Çox gözəl təşkilatçılıq qabiliyyəti var, gənc kadrdır, enerjilidir, işləyən adamdır. Yəni bunların hamısı adı elə belə şeylər deyil, bir neçə beynəlxalq sertifikatlara malik olan adamdır. Bu adam da təhsilsiz deyil, yalan danışırsınız. Bu adam Tibb Universitetinin o vaxtı Sanfakt fakültəsi var idi, Sanfakt. Bilirsiniz o indi hansıdır? Onu əvəz elədilər, məncə onun adı olub, epidemioloqdur. Bu adam epidemioloqdur. Bu Səhiyyə Naziri, Tibb Universitetini bitirib. Yəni bu sənədi də yerindədir, hər şeydir. Sadəcə olaraq bunu belə ajiotaj yaradıblar ki, güya bunun ixtisası üzrə deyil bu. Bunun işlədiyi bu departament rəhbərliyi, hansı ki departament rəhbəri vəzifəsində çalışır, güya bunun Tibb Universitetində oxuduğu fakültə ilə bunun bugün işlədiyi vəzifə uyğun gəlmir. Gör bunlar nəyi axtarıb, nə problem çevrilir. Onda gedin bütün nazirlərə baxın da. Baxın da, müəllimlər universitetini qutarıb mexanik işləyirlər. Mən nə bilim, gedib qaraj müdürü işləyir, deyək ki, hansısa bir bank işini, maliyyə, bank işlərini oxuyan ixtisasca gedir qaraj müdürü işləyir. Onda bütün respublikanı neyiniyək biz? Biz sökək dağdaq bu ölkəni. Bu adamın fakt, bu adam ali təhsilli adamdır. İşindən də hər kəs razıdır bunu. Siz gör nə axtarırsınız ki, bu uyğunluğu axtarırsınız. Uyğundurmu, yoxsa uyğun deyil? Yenə təkrar edirəm. Onda bəs neyniyək? Onda bütün bu respublikada biz bu işləri aparsın, onda bir nəfər də adam qalmayacaq işində. Gərək hamını işindən uzaqlaşdırasan, azad eləyəsən vəzifəsindən çıxıb gedələr və ölkədə də bir dənə bir ajiotaj da yaradaq hələ bir üstəlik. Yəni bu nə dərəcədə düzgündür? Bu tirajlayırsınız, bu az qalıb bir sutka olsun ki, tirajlayırsınız Rəşad Çobanlı düzgün işləmir, Rəşad Çobanlının diplomu düz deyil, nə bilim falan deyil, filan deyil. Yəni buna nə deməksiniz ki, nə sizin hər bir danışığınıza görə o insanları vəzifəsindən çıxardıb uzaqlaşdırmaq lazımdır ki, bəyən bu adam cərrah işləyir. Baxın, indi mən sizə bir söz deyəcəm. Təbibin, baxın, o T, Ə, B, İ, B, görün nə deməkdir bu?
tibbi ərazilər, tibbi ərazi bölmələri idarə etmə birliyi. Bu bir birlikdir. Birlik. Burada həmən bu birlikdə inzibati vəzifələri tutmaqdan ötəri, burada həkim olmaq lazım deyil. Bax, görürsünüzmü? Təbibin bu regiondakı xəstəxanalarda görürsünüz, direktor da var, baş həkim də var. Qabaq bir dənə vəzifədir, baş həkim, indi direktor da var. Direktor əsas təşkilatçılıq idarə etmə sisteminə rəhbərlik eləyən şəxsdir. Yəni bu direktor mütləq deyil ki, gedib tibb universitetini bitirməlidir. Xeyr. Xeyr. Çünki bu adam əməliyyat aparmır, müalicə işləri aparmır, qarışmır bu şeylərə. Eynilə Rəşad Çobanlı. Rəşad Çobanlı bəyin gedib cərrah işləyir ki, Rəşad Çobanlı bəyin gedib ki, müayinə aparır ki, haradasa. İndi deyəcəksiniz ki, təcili yardım departamentinə rəhbərlik eləyir orada. Eləsin də burada təcili yardım departamentində nədir ki, bu Cərrahiyyə Universiteti açıb, Cərrahiyyə İnstitutuna rəhbərlik eləyir bu adam. Yəni, qətiyyən bu heç bir uyguna gəlmir. Yenə də mən təkrar edirəm ki, yəni, bax, qabaqlar yox idi, indi var. Ali təhsillərdə, istəyir Azərbaycanda da, istəyir xaricdə də oxuyan uşaqlarımız var. Baxıb görürsünüz ki, oxuyurlar orada universitetin səhiyyənin idarə olunması fakültəsi. Demək, qabaqlar belə bir şey yox idi, indi var. Yəni, səhiyyənin idarə olunmasında həkim olmaq vacib deyil. Həkim odur ki, müalicə, müayinə işləri ilə məşğul olsun, nə bilim, əməliyyatla məşğul olsun, cərrahi əməliyyatlar keçirsin həyata filan. Həkim bunlara lazımdır. Bu quruma, həmən bu birlikdir adı, bu birliyə, tibbi ərazi bölmələri idarə etmə birliyinin inzibati vəzifə tutan adamlara vacib deyil ki, onlar həkim olsunlar. Və bundan sonra ümumiyyətlə, indi həkimi qoyurlar ora. Amma həkim olmalı deyil orada. Yəni, olmalı deyil, düz desək, düz çıxmaz. Yəni, həkim də ola bilər. Həkim də ola bilər, nə bilim, mühəndis də ola bilər, nə bilim, hüquqşünas da ola bilər, təbibin o tabi içində olan idarələrə rəhbərlik eləyən şəxslər və yaxud da təbibin özündə rəhbər vəzifələrdə oturan şəxslər. Orada vacibdir ki, Rəşad Çobanlı cərrah olmalıdır. Rəşad Çobanlı departament rəhbəri olmaqdan ötürü burunboğaz həkimi olmalıdır, lor olmalıdır, endokrinoloq olmalıdır. Bəs onda endokrinoloq da olsa deyəsiniz ixtisası düz deyil. Göz həkimi də olsa deyəcəksiniz ki, düz deyil bunun ixtisası. Belə olmaz ki. Bu adam ali təhsilli adamdır, təşkilatçı qabiliyyəti var, işləyir burada. Mən, bilirsiniz necə, mən haqqın, ədalətin tərəfindəyəm. Mən heç tanımıram o Rəşad Çobanlı kimdir. Mən haqqın, ədalətin tərəfdarıyam. Özdə qoyursunuz Vüqar Qurbanovun şəklin, elə də yazırsınız, ajiyataj yaradırsınız da, bunlar xüsusi adamlar. Biz də ki, ölkə ictimaiyyəti olaraq hər zaman belə şeylərin önündə duracaq. Yəni, kiminsə haqqında süni şəkildə ictimaiyyət arasında fikir formalaşdırmağa çalışan, istər qurumlar, istər şəxslərin qarşısında biz dayanacaq. Cavan kadrlardır, gənc kadrlardır, qoy işləsində oxuduğu universitetdə fakültəsi ilə işlədi ki, bugün ixtisası düzgün gəlmir. Eləyə qalsa bütün dünya gərək dağlayır, bütün dünya dağlar. Meşə İdarəsinin müdiri gedib müəllimlər institutunu oxuyub. Nə araq indi, gözəl işini də aparır, gözəl işçi də, gözəl rəhbəri də. Nə araq indi? İndi başlayaq hamını belə-belə işdən çıxartmağa. Ajiyataj yaratmayın, yarandan biz başa düşürük, bunlar hamısı düşünülmüş şəkildə təşkil olunmuş şeylərdir. Biz buradan Vüqar Qurbanova da can sağlığı arzulayırıq, işlərində müvəffəqiyyətlər arzulayıram. Rəşad Çobanlıya da gənc kadrımızı Allah işini avan diləsin, uğurlar arzulayır və ölkə ictimaiyyəti olaraq biz hər zaman demişik, haqqın, ədalətin yanında olacağıq, Qopuz Media olaraq eyni zamanda. Və biz
Bir daha təkrar edirəm, haqqın, ədalətin yanında olmağa davam edəcək. Çox sağ olun, Tanrı Azərbaycanı qorusun, Tanrı həkimlərimizi qorusun.